Mingəçevirdə ümummilli lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir mövzusunda konfrans keçirilib. Tədbirdə icra hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynli, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mingəçevir Dövlət Dram Teatrında davam edən tədbirdə qonaqlar əvvəlcə sərgiyə baxış keçiriblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti müasir dövlətçiliyimizin uğurlarının əsasıdır mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını daim mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Konfransda Milli Məclisin deputatları Əli Hüseynli, Ulu Öndərin müəllifi olduğu Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolu, Aydın Mirzəzadə Heydər Əliyev müstəqilliyimizi əbəd edən tarixi şəxsiyyətdir mövzularında məruzələrlə çıxış ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə şəhərin incəsənət ustalarının konsert proqramı təqdim olunub. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Mingəçevir.